Məndən yazıb soruşurlar ki, bizə ailəvi bir yer məsləhət gör. Qəşəng kebab setləri olsun, qiymətləri çox baha olmasın. Bax, bura elə bir yerdir. Bu sözlərimi kadrlarda təsdiq eləyir. Mən caddəyə 4-cü dəfədir gedirəm və hər dəfə müştəri bolluğunu görüb deyirəm ki, vallah buranın reklama ehtiyacı yoxdur. Çünki açıq desək, daimi stabil müştəri kontingenti var. Gəlin sizə caddənin yeni 4 nəfərlik ailə setini göstərim. Qiyməti 75 manatdır. Bura 3 növ məzə, 3 növ salat, paytaxt salatı, pendirli çoban salatı, turşulu pomidor salatı, çiğ köftə, bir ədəd böyük pizza və fri kartofla servis olunan 7 növdə qarışıq kebab asartı daxildir. Çörək və 4 stəkan ayran da öz yerində. Bəri başdan deyim ki, pizza məni təəccübləndirdi. Çünki adətən belə restoranlarda pizzanı çox da yaxşı vermirlər. Amma burada çox əla hazırlamışdılar, haqqını vermək lazım. Kebablar da həmişəki kimi qaydasında. Bəziləri standart, toyuqla tikə isə əla. Bir də kebab tabağındakı soğanlı, pomidorlu bax bu qarışım yaxşı ideyadır. Ətin ağırlığını azaldır, qəşəng dad balansı yaradır. Bu arada caddə gözümə fərqli dəydi. Dedilər ki, yeni təmirdən çıxıb. Üstəlik artıq məkanın kabinetləri də var. Bax bu əla xəbərdir. Bura Nərimanovda Aşıq Molla Cümə küçəsində Russell Park otellə üzbəyüz yerləşir. Ailəvi getməyə yer axtarsaz buranı yadda saxlayın. Amma rezerv etmədən getməyin, yoxsa qapıda növbə gözləməli olacaqsınız.